spiral zəncirdən ibarətdir, düzdürmü? Bu birinci zəncir, bu da olsun ikinci zəncir, düzdürmü? Nədən danışırıq? DNT-dən danışırıq. DNT-də nələr var? Keçən dərs keçdik ki, nukleotidlər var. DNT nukleotidlər ardıcıllığıdır. Məsələn, birinci zəncirdə tutaq ki, nə bilim, G, S, S, A, T, G, S, nə bilim, S, G və s. İkinci zəncir bildiyiniz kimi ona komplementardır. G-nin qarşısına nə dayanacaq? S, G, G, AD-nin qarşısına T, A, S, burada da dayanacaq G, G, S. Bilirsiniz ki, bu ardıcıllıq minlərlədir. Minlərlə nukleotid var DNT zəncirində. DNT-nin üzərində olan, bax bu nukleotidlər 3-3 kodlaşaraq tripletlər əmələ gətirir. Nə əmələ gətirir? Tripletlər əmələ gətirir. Deməli, bax bunun biri bir genetik kod hesab olunur. Əvvəl tamam səhvəm getmişdi. Köhnə dərsliyə baxsaz. İndi artıq düzəliş olunubdur. Sizə genetik kod dedikdə nə nəzərdə tutulur? Genetik kod bərabərdir triplet deməkdir. Triplet deməkdir. Bir genetik kod bir triplet deməkdir. Məsələn, tutaq ki, A, G, G bir kod, bir genetik koddur. Və yaxud da bir dənə tripletdir. Aydındır, bu bir tripletdir. Tri nə deməkdir? 3 deməkdir. Deməli, bir tripletdə neçə dənə nukleotid var? 3 dənə nukleotid var. Deməli, bir genetik kod bərabərdir bir triplet, o da bərabərdir 3 nukleotid. Bilirsiniz müəllimlər, bu sözləri deyəndə bir-birinə qarışdırır müəllimlər. Gen, genetik kod, kodon, antikodon, triplet, nukleotid bilmir ki, müəllim nəyi götürə. Bu bir triplet. Bir tripletdir. Bir tripletin içində neçə dənə nukleotid var? 3 dənə nukleotid görürsünüz burada. Aydındır müəllimlər? Yəni, baxın, bu bir tripletdir, bu ikinci tripletdir, bu üçüncü tripletdir. Bu bir genetik koddur, ikinci genetik koddur, üçüncü genetik koddur. Deməli, DNT-nin üzərində olan bu tripletlər kodlar adlanırlar. Hətta bəlkə görərsiniz, kod 1, tərsinə yazdım, belə getmək əvəzinə belə yazdım. Kod 1, kod 2, kod 3, məsələn, olimpiyada şeylərində belə-belə də yazırlar. Birinci kod, ikinci kod, üçüncü kod. Baxın, DNT-nin üzərində bu olan nukleotidlər ardıcıllığı, mən dedim ki, minlərlə, milyonlarla nukleotid ardıcıllığı var burada. Düzdür? Tutaq ki, DNT-nin buradan bura qədər olan sahəsi hər hansı bir zülalın ilkin məlumatı haqqında olan kodlar var burada. Tutaq ki, baxın, DNT-ni indi biraz uzun çəkim. Bax, tutaq ki, bu bir DNT-nin bir zənciridir. Düzdür? Tutaq ki, buradan buraya, tutaq ki, buradan bura qədər, nə bilim, 1000 dənə nukleotid ardıcıllığı var da. A, G, S, nə bilim, S, G, 1000 dənə var. Amma tutaq ki, bunun buradan bura qədər olan nukleotid ardıcıllığı, məsələn, tutaq ki, insulin zülalının sintezinə cavabdeh olan sahədir DNT-də. Biraz ara boş tripletlər gəlir, indi deyəcək stop kodlar gəlir. Sonra növbəti zülalın, tutaq ki, nə bilim, albumin zülalın sintezi haqqında ilkin məlumat bax burada yerləşibdir. Mən sizə belə bir şey deyim. Məsələn, biz dedik ki, insulin zülalı neçə amin turşusundan ibarətdir? Dediniz ki, insulin zülalı, keçmişikdə düzdür, uşaqlar, qızlar. 51. 51 amin turşusundan ibarətdir. 51 amin turşusundan ibarətdir. İndi gəlin görək, bu amin turşusunun, bu
DNT ilə, bu zülalın ilkin quruluşu deyirəm. Nə əlaqəsi var bu DNT ilə? Yadınızda saxlayırsınız ki, bir amin turşusu 3 nukleotid, yəni bir tripletlə kodlaşır. Məsələn, tutaq ki, AGG bu bir amin turşusunun kodudur. Məsələn, tutaq ki, deyirəm də, atıram, indi bilmirəm. Leysin tutaq ki, amin turşusunun kodu tutaq ki, AGG-dir DNT üzərində. Yəni, bu leysin amin turşusudur. Bir amin turşusunun bir dənə tripletlə kodlaşıbdır. Bir tripletdə neçə nukleotiddir? 3 nukleotiddir. Yəni, bir amin turşusu bir triplet. Yəni, 3 nukleotid deməkdir. İndi baxın, 51 dənə amin turşusu onda neçə nukleotiddən ibarət olacaq? Biz deyirik ki, bir amin turşusu 3 nukleotiddən ibarətdirsə, onda 51 amin turşusu, bəli, 153 nukleotiddən ibarətdir. Razısınız? Razıyıq. 153 nukleotiddir. Aha, indi qayıdıram DNT-nin üzərinə. Sən demə, DNT-nin üzərində 153 dənə nukleotid ardıcıllığı insulinin sintezinə cavabdeh olan sahədir. Təsəvvür edin, ha. İnsulinin buradan sintez olunması üçün 153 dənə DNT-nin üzərində nukleotid lazımdır ki, mənə. Mən insulin zülalını sintez eləyə bilim. Düzdür? Bax, bu adlanır nukleotidlər ardıcıllığı. İndi, bəs bu nədir? Bax, bu 153 dənə nukleotid var, ha. Bu bir gendir. Bir gendir. Genetikada yadınızdadır. Biz nətər genetika məsələlərini nətər işləyirik? İndi hamımız müəllimlikdə keçməsəm də hamımız bilirik. Xromosomlar çəkirik, yazırıq A geni böyük A, kiçik A məsələn. Böyük B, böyük B. Düzdür müəllimlər? Böyük C, məsələn, kiçik C. Düzdür? Bir xromosomun üzərində. Burada 2 dənə xromosom görürsünüz. Bu bir DNT-dir, bu bir DNT-dir. Ayrı-ayrı DNT-lərdir. İndi bu A geni dediyimiz var, ha. A geni. İndi bunu genetikada bir də deyəcəm. Gen nədir? Bəyəm DNT-nin üzərində A hərfi var. DNT-nin üzərində B hərfi var, C hərfi var. Biz genetikada məsələ işləyəndə deyirik ki, ana tünd rəngli gözə malik, ata da tünd rənglidir. Doğulan mavi gözlü uşaq doğulmuşdur. Bunların genlərin də, düzdür, biz genlərdən ifadə edirik. Böyüyə, kiçiyə, nə bilim, kiçiyə, kiçiyə. Və bu nə deməkdir? Bu nə hərf? Bəyəm DNT-nin üzərində hərfi mi var? Yox. DNT nədir? Nukleotid ardıcıllığıdır. Keçən dəfə DNT keçmişəm. DNT-nin özü qurulubdur, nukleotid ardıcıllığından qurulubdur. Onda bəs bu A, B, C dediyimiz nədir? Bax, bayaqki söhbət. Baxın, insulinin sintezinə cavabdeh olan mən sahəni, genetik kodlar yığınağını mən adlandırıram bir A geni ilə, A nöqtəsi ilə ifadə edirəm. Tutaq ki, mənim DNT-mdə, xromosomumda bu A geni, deyirəm bu A geni insulinin sintezinə cavabdeh olan gendir. A genidir. Sən demə bu A geninin dalında, əgər insulinin sintezinə cavabdeh olan sahədirsə, dalında neçə dənə nukleotid gizlənirmiş? 153 nukleotid gizlənirmiş. Aydındır? Yəni, 150, axı mən dedim, bir insulin zülalın sintezi üçün 153 nukleotid ardıcıllığı lazımdır. Yəni, DNT-nin buradan bura qədər olan 153 nukleotidi bir gendir. Bir gendir. Hansı ki, biz bunu genetikada bir A nöqtəsi ilə ifadə edirik. Bir gendir. Düzdürmü? Bu gen neçə nukleotiddən ibarət oldu? 153 nukleotiddən ibarət oldu. 51 amin turşusu deməkdir. 51 də triplet deməkdir.
Yəni burada 3 birləşdirsəm 51 dənə üçlük birləşdirəcəm ki, 51 triplet olsun ki, bu 51 triplet insulinin sintezinə cavabdeh olan sahə olsun. Aydındır? Bu 51 triplet bunun genetik kodlarıdır. Bax, desəm ki, insulinin sintezinə cavabdeh olan neçə genetik kod var? Genetik kod. Deyəsən 51 genetik kod var. Çünki 51 triplet var. Kod tripletdir. Dərsin adı da belədir. Kod tripletdir. Aydındır? Amma mən desəm ki, orada insulin sintezinə cavabdeh olan gen, deyəsən A geni. A geninin arxasında neçə nukleotit dayanır? 153 nukleotit dayanır.